Hindistan və Pakistan hərbçiləri arasında yenə toqquşma baş verib. Bu barədə Reuters bilgi yayıb. Hindistan ordusu cümə günü gecə yarısından sonra Kəşmirdə Hindistan və Pakistan nəzarətində olan əraziləri ayıran 740 kilometrlik de facto sərhəddi boyunca Pakistan ordusunun mövqelərindən açılan atəşə qarşılıq verdiklərini açıqlayıblar. Bundan sonra Pakistan hərbi maşın karvanı Hindistanla sərhədə doğru irəliləyib. Hərbi kolonun görüntüləri sosial şəbəkələrdə yayılıb. Kolonun Kəşmirin şimalına tərəf getdiyi bildirilib. Pakistan mətbuatının yazdığına görə Hindistan Pahalgamda turistlərə hücum etdikləri güman olunan terrorçuların evlərinə zərbələr endirib. Qeyd edək ki, aprelin 22-sində Kəşmirin Hindistan nəzarətində olan hissəsində 26 nəfərin öldürülməsindən sonra iki ölkə arasında gərginlik görünməmiş səviyyəyə çatıb. Hindistan aktı törədən qruplaşmanın Pakistan arasında fəaliyyət göstərdiyini iddia edib. Pakistan bunu qəti şəkildə rədd edib. Elçin Şualı, Qafqaz TV üçün.